Salam hörmətli Əmlak TV izləyiciləri. Bugün sizə Biləcəri qəsəbəsində yeni satışa çıxmış bir həyət evini təqdim edirəm. Evimiz Biləcərinin mərkəzində dayanacağa yaxın, məktəbə, bağçaya, bazara, marketlərə yaxın bir ərazidə yerləşir. Evin ümumi həyətyanı sahəsi 6 sotdur. Həyətində yaşıllığı var, bar verən ağaclar var. Evin dörd bir tərəfi açıqdır, yəni hər bir tərəfində keçmək olur. 2 mərtəbəli bir həyət evidir. 4 otaq yuxarıdadır, 3 otaq aşağıdadır. Tam təmirlidir. Burada ağaclar var, bar verən ağaclar var. Evin arxa tərəfinə buradan keçmək olur. Evin birinci mərtəbəsi ilə ikinci mərtəbəsinin girişi ayrı-ayrıdır. Ümumilikdə 7 otaqdan ibarətdir. Evin yerləşmə yeri çox gözəl bir yerdədir. Bura birinci mərtəbədir. Təmiri olmadığına görə ətraflı çəkiliş etmirəm. Birinci və ikinci mərtəbədə sanitar qovşaq var. Həmçinin evin sol tərəfindən də evin arxa tərəfinə keçmək olur. Olduqca geniş həyətyanı sahəsi vardır. Yerləşmə yeri də çox gözəl yerdə yerləşir. Pilləkənlərlə qalxırıq ikinci mərtəbəyə. Daxil oluruq evə. Evə daxil olarkən birinci dəhlizə daxil oluruq. Ev tam təmirlidir. Evin daxil olarkən sol tərəfdə mətbəx yerləşir. Daha sonra da burada sanuzel yerləşir. Yenidən dəhlizdən daxil oluruq qonaq otağına. Olduqca geniş, işıqlı bir qonaq otağı var. Ev ümumilikdə 130 kvadratdır. Yəni ikinci mərtəbəsi 130 kvadratdır. Ümumilikdə 250 kvadratdır. Qonaq otağından daxil oluruq birinci yataq otağına. Bu yataq otağı da həmçinin tam təmirlidir. Yenidən qonaq otağından daxil oluruq ikinci yataq otağına. Bu otaq da çox təmirli otaqdır. Pəncərələrin qarşısı açıqdır. Yəni heç bir maneə kəsmir. Yenidən daxil oluruq üçüncü yataq otağına. Bu yataq otağı da tam təmirlidir. Hörmətli Əmlak TV izləyiciləri, onu da qeyd edim ki, evimiz tam mərkəzdə,
Ağsaray Şahlıq Sarayının yaxınlığında yerləşir. Yenidən qeyd etdiyim kimi marşrut xəttləri, marşrut dayanacaqları, marketlər, bazar, dəmir yol stansiyasının yaxınlığında yerləşir. Evin başlanğıc qiyməti birinci mərtəbə tam təmirli olmaqla 200 min. Əgər birinci mərtəbə bu vəziyyətdə təhvil verilərsə, müəyyən məbləğ qiymətdən çıxılacaq. Real alıcılara endirim olacaq.